Bakın bu İranda bu Farsça putatıdır. Oturup parmak silkeləyir. Yani bu Fars deputatı parmak silkeləyir Azərbaycan ki 4 saata sizi məhv eləyərik Azərbaycan. Bilirsiniz ya Fransa durub dalında arxayın, yani Fransanın bunlar əldə qayma bu özü də ki bunlar deyirlər, etiraf edirlər ki biz bir kökdənik də. Görürsünüz? O etiraf edir. Biz ermənilərlə bir kökdən, bir mədəniyyətdən də. Yəni özləri etiraf edir ki, biz erməniyik də. İndi bu erməni, bu Fars erməni niyə belə Fransanın əldə qayma millətləridir də bunlar. Bu alçağa demək istəyirəm ki, bir sifətini bir doğrudan da görsəydim sifətin yadına salardım. Da ay hambaldan olanlar gəlib Bakı şəhərində hamballıq eləyirdiniz ha. Dədə baban gəlib hamballıq eləyirdi 20 qəpiyə işləyirdi. O Məşədi İbada baxırlar, olmasın bu olsun. Ged o Məşədiyə bax ki, gör sənin baban kimdir orada 20 qəpiyə gəlib Bakı şəhərində işləyirdi. Bax onların törəmələri də parmaq silkələyirlər. Niyə? Gördünüz Trump neynədi? Trump'a dedilər ki, oranı olmaz. Yəni əl vurma. İşin yoxdur. Onlar Türk'ün düşmanıdır. İndi inandınız, indi başa düşürsünüz ay insanlar. Yəni Türklər başa düşür ki, bu bütün hamısı bizim başımızda çatlamalıdır. Türkiyə ilə Azərbaycan, Özbəkistan, Qazaxıstan ümumiyyətlə Türk dünyasına qarşıdır. Bax bu erməni Fələstin. Bunları bir də göstərin də bu qardaşları. Bunlar hamısı Türk'ü məhv eləməklə də, bu erməni barışığı da hamısı gələcəkdə yəni fikirləşiblər. Ona görə bu müharibəni də güya dayandırdılar, güya müharibə getdi. Hamısı bu Türk'ün başında sınmalıdır. Bunlar ona gelir. Bunu Fransızlar qoymadı, yəni Trump'a da bilin. Və bunları da hazırlayırlar. Görürsən, öyrədirlər ki, parmaq silkələ, 2 dənə raket at yenə. Bunlar elə belə deyil, ha, öz başına bu danışanmaz. Bu kimdir oturub Türk'ün torpağında özü də bilir ki, 1925-də necə gəliblər, bunlar pəxlədilər. Xameinlər necə gəliblər, hamı bilir. Ona görə bu bir. İkincisi, bizim bu Azərbaycanlılar çox deyir də, yəni ki, bunlar müsəlmandır, deməli, bizim qardaşımızdır. Bax, bu qardaşlara baxın. Aha. Görürsünüz, İranın, deməli, Tehranda da, İranın paytaxtı Tehranda İsrailin bayrağını qaldırırlar. Yəni, bu, başa düşürsünüz nə deməkdir? Bu hamısı Türk'ün başında sındırmalıdırlar. Yəni, başa düşdünüz də, deyirsiniz ki, qardaşdır Farslar. Bax, bu da sizə qardaş, görürsünüz. Burada görürsünüz, İsrail də indi bizim arxamızdan deyəsən hazırlıq görür, gedir. Ay kişi, hamı bizi satır. Yəni kim bizim çörəyimizi yiyir? Hamı bilir ki, İsrail dövləti, İsrail xalqı Bakı olmasaydı İsrail olmazdı və Yahudilər axırıncı Yahudini Hitler məhv eləmişdi. Yəni Rusiyanı da məhv eləmişdi. O Bakı xilas etdi də, Bakının yanacağı. Mən demirəm, min illərlə bizim imperatorlar Teymurdur, İsmaildir, Süleymandır, Nadir Şahdır, Babəkin özü xristian soyqırımdan Yahudiləri xilas edib min illərlə. Min illərlə onu hamı bilir. Ona görə onlar bizdən idi, ancaq bilmirəm. İndi bugün görürsünüz,
nələr baş verir. Bax budur indi. Yəni unudublar bu işi. İndi baxın görün bu adam bu hansı ki bizə 4 saat 4 saata Azərbaycanı məhv edir. Bax bu yoldaş da bu yoldaş. Bu yoldaş gedib Tehranda aha, 2 dənə o fars qız uşaqlarını götürüb bütün dünyaya göstərir ki, baxın məktəbi vurublar. Yəni məktəbi vurublar çox pisdə. İndi vurublar, bəlkə də özləri qəsdən vurur ki, bax belə dünyanı deməli kiməsə şey eləsinlər, qaldırsınlar. Və bu adam normal insan olsa bu, orada normal bu adam olsaydı deyərdi ki, ay farslar. Bax bu bilməm ərəbdən olandı, kimdən olandı. Yəni bir deyərdi ki də bizim Təbrizdə Azərbaycan uşaqlarımızı 1950-ci ildə, mən demirəm hələ 25-ci ildə, 50-ci ildə Fələstinlərlə farslar qız uşaqlarını zorlayıb atırmışlar sonra heyvanın ağzına edam edirlər. Bu yaxınlarda da yanvar ayında bizim deməli Təbrizdə bu yetimçələr bax, bu yetimçələr, bu alçaqlar, bax bunlar 90-cı ildə görürsünüz da Melkonyan'dır, Qasım Süleymanıdır. Monte Melkonyan, Qasım Süleymanı. Bax, görün Azərbaycanlıların yiyiblər. Bu adam bir dəfə yad eləmədi. Xocalıda nə qədər Fələstinlərlə farslar baş kəsiblər. Ancaq deyir ki, orada bir dənə Fələstin vuruşubdu. Göz tozu atmaq üçün də vuruşub ki, yəni bütün hamı desin ki, görün Fələstin gəlib köməli. Necə bu alçaqlar bu deməli bax bu törəmələri bunun da deməli babaları qaçırmış 90-cı ildə deməli Rusiya Yeltsindən xahiş ediblər ki, Azərbaycanı müstəqillik verməsin, vursun o. Azərbaycanı dağıtmaq lazımdır. Bunlar separatistlərdir. Bax, belə milləti bu adam bir dəfə demir. Siz bizim torpaqdan nə istəyirsiniz? Bizim qız uşaqlarımızı niyə zorlayıb edam edirsiniz yanvar ayında? Demir, ancaq deyir ki, bu iki farsların məktəbini vurublar. Farsların məktəbini vurublar. Çox pis. Sən Azərbaycanın türklərin uşaqlarının başını kəsməyini niyə demirsən? Bu gədiyə sual verin, görək cavab verəcək. Niyə oradan gedib harda da məktəb, Tehrandır, hansı şəhərdir? Oradan niyə demir ki, ay farslar, niyə bizim türk uşaqlarının başını kəsirsiniz? Niyə bizim türk uşaqları edam edirsiniz də yəni? Bir dəfə deyib, mənim acığım gəlir. Belə bilirsiniz, bunlar kimlərdir? Bu yetimçələr gedib bizim gözümüzə soxur ki, baxın məktəbə raket atıblar. 15 milyon türk öldürüblər 100 ilin içində. 1925-dən ta ki 90-acan. Mən demirəm Xameyni nələr elədi Pəxləvidən sonra. Uşaqlara dinamit bağlayır, Azərbaycanlıları göndərir, İraqda gedin, cənnətə düşəsiniz. İndi də bütün orduda, fars ordunda Azərbaycanlılardır və o orduda nə olsa o Azərbaycanlıların başında çatlayacaq. Yəni Azərbaycanlıları məhv eləməkdir. Məqsəd məhv eləməkdir. Bu alçaq necə o adamları deməli müdafiə edir?
Bir dəfə gördünüz ki, bir desin ki, bizim uşaqlara ehsan vermək lazımdır. 40 gün bunlara yas saxlasınlar, şəhidlərə. 40 gün ehsan versinlər deyib bu adam deyib ki, niyə bizim Azərbaycan xalqının məktəbi yox, bizim kitabı yox, dilində danışanı öldürürsünüz. Bir dəfə deyib bu adam. Bu deyir ki, bizim Türk uşaqlarını niyə öldürürsünüz? Qardaş, bu kimdir bu? Bu bizim gözümüzə nəyi soxur? Deyir ki, niyə qaçmışdınız 90-cı ildə Moskvaya, Azərbaycanı məhv eləmək istəyirdiniz ruslarla bir yerdə. Yəni bir dəfə deyib ki, 25-ci ildə siz hakimiyyətə gəldiniz. Hakimiyyətə gəldiniz, Pəhləvi gəldi. Niyə sağ ol demirsiniz? Amma gör nə deyir? Ay alçaq. Və bir dəfə dedin ki, bizim Bakı şəhərində farslar qəbrin üstündə niyə şıllaq atırdı, meymunçuluq edirdi şəhidlərin. Bir dəfə deyib, heç nəyə gəlib şou göstərir alçaq. Bu türk olsa deyər, türk uşaqlarını niyə öldürürsünüz, niyə asırsınız, niyə diri-diri basırırsınız, ay alçaqlar, görürsünüz. Bu da sənin, bax bu alçaqlar, bax belənki oyun oynayırlar da bizlə.